dünya kinosunun ən gözəl aktrisalarından biri idi. Küləklə Sovrulanlar filmində Scarlett O'Hara obrazını yaradaraq milyonların sevimlisinə çevrildi. Ancaq kinodakı uğurlarını şəxsi həyatında təkrarlaya bilmədi. Vivien Lee'nin həyatı ziddiyyətlər və faciələrlə dolu idi. Onun ömür yolundakı ən mühüm və ən ağrılı səhifələrdən biri şübhəsiz ki, böyük sevgisi və eyni zamanda əzab mənbəyi olmuş Laurence Olivier ilə evliliyi idi. Kinematografiyanın iki dahisinin birgə həyatı kənardan möhtəşəm görünsə də, əslində çox çətin və qaranlıq məqamlarla yüklü idi. Olivier xanımının şöhrətinə, tamaşaçı və kino sənayesində qazandığı parlaq uğurlarına qısqanırdı. Hətta bir dəfə onun Oscar mükafatını qəzəblə pəncərədən atmışdı. Vivienin şəxsi faciəsi isə yalnız ailə münaqişələri ilə məhdudlaşmırdı. Onun zəif səhhəti və ağır mənəvi sarsıntıları həyatını kabusa çevirmişdi. Aktrisa manik-depressiv pozuntudan əziyyət çəkir, əsəb böhranları keçirir, bəzi anlarda ərini tanımır, onu yumruqlayırdı. Bir neçə dəfə psixiatri klinikalarda müalicə almışdı və həkimlər ona bipolar şəxsiyyət pozuntusu diaqnozu qoymuşdular. 1945-ci ildə isə taleyin daha bir ağır zərbəsini aldı. O, vərəmə yoluxmuşdu. Olivier həyat yoldaşının bu ruhi emosional eniş-yoxuşlarına tab gətirə bilmirdi. Onun üçün sevimli, lakin dərin əzablarla mübarizə aparan Vivienlə yaşamaq getdikcə çətinləşirdi. Nəticədə aktyor boşanmaq qərarına gəldi və başqa qadınla evləndi. Bu ayrılıq Vivienin həyatında dönüş nöqtəsi oldu. O əslində yalnız ərini deyil, həm də ən güclü dayağını itirdi. Ayrılıqdan 7 il sonra vərəm xəstəliyinin ağırlaşması nəticəsində 53 yaşında dünyasını dəyişdi. Vivien Lee'nin həyatı filmlərdə yaratdığı qəhrəmanların taleyinə çox bənzəyirdi. Onun ən məşhur rolu Küləklə Sovrulanlar filmində canlandırdığı Scarlett O'Hara kimi o da həyatda daim mübarizə aparır, əzablara sinə gərir, lakin yenə də dik durmağa çalışırdı. Scarlett'in məşhur replikası indi də xatırlanır. Yaxşı ki, anam ölüb və qızının nə hala düşdüyünü görmür. Bu sözlər sanki Vivienin öz həyatının da etirafı idi. O kinonun parlaq ulduzu, tamaşaçıların sevimlisi idi, lakin daxili dünyasında daima müharibə aparan bir qadın olaraq qaldı. Vivien Leigh həm böyük istedadın, həm də böyük faciənin simvoludur. Şöhrətin parıltısı altında gizlənən dərdlərin necə dağıdıcı ola biləcəyinin canlı sübutu.